belə bir məna gəlir bu fikirlərdən. Yəni revanşistlərin ilkin olaraq atacağı addım Paşinyana qarşı revanş məsələsidir. Heç Düzdür? şübhəsiz ki, bilirsiniz, Paşinyan mənə elə gəlir ki, o subyekt olaraq fərqindədir ki, Azərbaycanla sülh müqaviləsi imzalanmazsa Ermənistanın gələcəyi yoxdur. Ermənistanın iqtisadi perspektivi yoxdur. Çünki sülh müqaviləsi Ermənistan üçün yollar açır. Bu Türkiyə ilə sərhədin açılması deməkdir. Azərbaycanla kommunikasiyanın bərpası deməkdir. Bu ticarətdir. Bu iqtisadi əlaqələrdir. Ermənistan özünü blokada vəziyyətinə salıb. Erməni xalqının rifahıdır. Daha qətiyyətli addımlar atmağın zamanı yetişməyib. Belə deyək də, yəni Paşinyan artıq siz qeyd etdiyiniz məsələlər var, real təhlükələr deyək ki, göz önündədir, belə dəyərləndirmə olaraq, yəni konkret addımlar ataraq bu proseslərin önünə keçə bilməzmi? Paşinyanın mövqeyini bu məsələlərdə zəiflədən amillərdən biri də odur ki, Paşinyan getdikcə daha çox hiss edir ki, onun maliyyə böhranı yaşamağa başlayır. Maliyyə. Çünki USAID Birləşmiş Ştatların bu beynəlxalq deməli maliyyə qurumudur, dəstək verən bir qurum idi və onun hələ Ukraynada götürək son hadisələr fonunda 8 dəfə Ukraynadakı təmsilçilərin sayı azaldılıb. 64-dən 8-ə düşüb hələ Ukraynada. Bəli. Ermənistana isə onlar 250 milyon dollar vəsait ayırmışlar. 250 milyon. Və bunların təxminən 110 milyonunu alıb. Belə informasiyalar var. Və artıq qalan pulların almasında ciddi problemlər yaşanıb və Birləşmiş Ştatlar ümumiyyətlə bu təşkilatı cinayətkar təşkilat adlandırır. Və bu artıq o deməkdir ki, bu təşkilat hər yerdə bağlanır. Və yaxud da ki, bu təşkilatın təmsilçilərinin sayı dəfələrlə azaldılır. Yəni bu özü, məsələn 10 min üzvü olan, əməkdaşı olan bir təşkilatın əgər bütün dünya üzrə əməkdaşlarının sayı 300-ə yaxın endirilirsə, 294 deyirlər. 300-ə yaxın. Bu o da təşkilatın ilə bağlanması anlamına gəlir də. Minimum səviyyə endirilib də belə. Minimumdan da hətta ölkələr üzrə nəzərdə tutulan aşağı vəziyyətdir. Və belə olan vəziyyətdə deməli əsas mənbələrdən biri kəsilir. Deməli Paşinyan üçün bu günləri hava, su kimi vacib məsələ nədir? Məsələ odur ki, o özünə yeni maliyyə mənbəyi tapsın. Burada həm də reeksport məsələsi də artıq aradan qalxmaq üzrədir. Bəli, o məsələ də artıq Rusiya ilə Amerikanın yeni münasibətlər fonunda o məsələ də qalxa bilər, çünki ondan xeyli qazancı var idi. Və belə vəziyyətdə Birləşmiş Ştatlar bunu maliyyələşdirir. O maliyyə mənbəyi kəsilir. Və Birləşmiş Ştatların diqqətini cəlb etmək üçün deməli Trump böyük biznesmendir. O bir çox ən böyük siyasi layihələrin özünə belə biznes layihəsi kimi baxa bilir. Və Paşinyanın deməli Trump üçün cəlbedicilik əmsalı olmalıdır. Cəlbedicilik. Necə deyirlər, el dilindən desə, ya Trump bu Paşinyanın nəyinə aşiq olmalıdır? Axı nəyi var ki, aşiq olsun ki, onun üçün maraqlı olsun. Belə olan vəziyyətdə mənə elə gəlir ki, əsas məsələlərdən biri olacaq ki, Paşinyan, sən hamıdan gözəl bilirsən ki, bu USAID bizdəki bu cinayətkar təşkilat sizlə çox yaxın əməkdaşlıq eləyib, kimlərlə etmisən? Burada hansı sxemlər olub, hansı korrupsiya sxemləri olub, kimdən nə qədər vəsait almışsan və bunun bir ucu gedib çıxmalıdır Biden administrasiyasından Bidenin özünə. Bütün bunları Trump öyrənmək istəyəcək Paşinyan hökumətindən. Paşinyan hökuməti ifşa etsə, Biden administrasiyası onun əsas bu prosesdə olan şəxslərini ifşa etsə, ifşanın özü-özünə gəlib çıxır. Çünki ola bilməz ki, burada korrupsiya sxemi işləsin, Paşinyan bunu bilsin, bütün bunlarla, amma özü kənarda olsun. Bu mümkün deyil. Deməli, özü də o prosesin içində. Deməli, məcbur olacaq ki, o deməli Bidenin onun yaxınlarını satmasın. Satmayanda belə olan vəziyyətdə dediyim kimi heç bir maraq və cəlbedicilik əmsalı yoxdur Trump üçün Paşinyan və onun hökumətinin. Onda bax bunları Paşinyan da gözəl bilir. Paşinyan indi başlayıb fikir verin nə söyləyir. Deyir Trump administrasiyası, Trumpın özü sülhpərvər prezidentdir. Dünyada ən qəliz problemləri həll etmək istəyir və tarixə sülhpərvər prezident kimi daxil olmaq istəyir və biz çox istəyərdik ki,
eyni yanaşmanı o Cənubi Qafqazda göstərsin. Cənubi Qafqazda da sülh prosesinə böyük töhfə versin. Yəni sülh deyib Trampın diqqətini cəlb etmək. Hətta belə versiyalar var ki, gələcəkdə Tramp bir sülh Nobel mükafatı almaq istəyir. Xüsusilə Ukrayna böhranının həllinə görə. Və indi Cənubi Qafqazda da böhran tam həllini tapmayıb. Bu baxımdan gəl bizdə də onu et. Bu baxımdan sülh adı altında istəyir cəlbedicilik əmsalı olsun.